Salam aleyküm əziz izləyicilər. Maraqlı bir şey sizlə bölüşüm. Yəqin ki, hamının ətrafında belə biri var. Oruçluq gəldi, Ramazan ayı gəldi. Günahı tərk eləyirlər. Cahillər necə günahı tərk eləyirlər? Namaz qılırlar, hətta bir ay oruç tuturlar və əlavə olaraq da siqaretdir, araqdır, bəzi zərərli vərdişləri tərk edirlər. Nəyə görə? Soruşanda bəs deyir ki, Ramazandır, Allah görür. Təbii ki, belə fikirləşmələri yaxşıdır. Ən azından bilirsən ki, bunda o tərk eləməyə iradə var. Və Allah qorxusu var, az da olsa. Allahın görməyinə iman gətirir və belə eləyir. Kaş ki, bu axıra qədər olar. Çoxsu Ramazan qutarır, təzdən əvvəlki vəziyyətinə qayıdır. Düzdür, Ramazanda şeytanlar falan bağlanır, ayrılmaz. Sadəcə o iradəyə sahibsizsə onu eləyə bilərsiniz. Onda eləyə bilirsinizsə, deməli iradə var, sizin qığılcım var. Çalışın hər Ramazan və hətta ki, qeyri-Ramazan buna əməl eləyin. Allah ki, eləyə bilərsiniz. İradəniz var, Allah qorxunuz var, imanınız.